Ötən gecədən başlayan güclü külək paytaxt ərazisində 40-a yaxın ağacı sındırıb, 15 ağacı budaqları qırılıb. Ətraflı birbaşa bağlantıda olan əməkdaşımız Şamil qızı bizə məlumat verəcək. Şamilə, indi hansı ərazidəsiz? Söz sizdə, buyurun. Bəli, paytaxtda gecədən səhərədək davam edən güclü külək bir sıra fəsadlara yol açıb. Nəticədə müxtəlif ərazilərdə ağaclar sınıb. Hazırda Hüseyin Cavid prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki ərazidə iri ağac kökündən çıxıb və təhlükəli vəziyyət yaranıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həmin ağac kəsilərək götürülür. Aidiyyatı qurumların texnikası burada işləyir, təhlükə yaradan ağac kənarlaşdırılır. Əraziyə cəlb olunan növbətçi briqadalar sınmış ağacı götürür, qırılan budaqları yığaraq təmizləmə işi aparırlar. Bir daha qeyd eləmək istəyirəm ki, hazırda Hüseyin Cavid prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki ərazidə bir ədəd ağac kökündən çıxıb və digər ağaca tərəf keçərək təhlükəli bir vəziyyət yaradıb və hazırda aidiyyatı qurumunun əməkdaşları ağacı kəsib ərazidən götürməyə çalışırlar. Bizim səhər çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Çox sağ olun Şamilə, ətraflı məlumatlar üçün.